Bu dövrdə də çox çətin işlər olub. Hələ olub ki, icra başçısı qanunsuz müavinlərini işdən azad edib, onun səlahiyyəti olmaya, Bakı şəhər icra hakimiyyətinin səlahiyyətini öz boynuna götürüb məhkəməyə müraciət ediblər. Məhkəmədə onlar işə bərpa edib. Düzdür, bizim məhkəmə baxmadı o işlərə. Mən vəsadət verdim Bakı şəhər məhkəməsinə ki, etika qaydasını pozulmuş olar. Bir məhkəmədə bu işlər baxılsa, mümkün da başqa məhkəməyə tapşırasınız. 3 dənə icra başçısının müavinlərini birdən işdən çıxar. Nərimanov rayon məhkəməsi baxdı o işə və Nərimanov rayon məhkəməsi üçün də işə bərpa elədi. Bakı şəhər məhkəməsi də təsdiq elədi həmin qətnaməni. İcra vərəfəsində icra başçısı icra eləmir. İcraçı 1 gedir, 2 gedir, 3 gedir. Gəldi təqdimat yazdı ki, icra olunmur da icra eləyə bilmirik heç cürə. Dedim təqdimat yazdım, mən özüm tədbir görəcəm. Qərar çıxartdım, göndərdim prokuror ki, cinayətçi qaldırın, məhkəmə qətnaməsini icra eləmədiyinə görə. Belə bir problemlərlə yaranmışam icra hakimiyyəti.